Qədir Rüstəmova sual verdilər bir dəfə. Bu Ayzar dostumuz dedi ki, kimsə sual verdi. Dedi ki, müəllim, oxuya bilən əziyyət çəkir, oxuya bilməyən. Dedi ki, oxuya bilməyən çox əziyyət çəkir. Yəni, onlar da əziyyət çəkir ki, ay Allah, mən nətər neyniyəcəm, nə ayıracam? Solmuş olan necə çıxardacam? Yəni, çox aşağılamaq olmaz toyumuzu. Bütün sənətçilər toydan çörək qazanır. Baxırlar verilişə ki, bu toy, çıxır orada toydan danışırlar ki, toy belə, toy əzəldən toy olub, olacaq. Sənət aləminin də çörək yeri kimliyindən asılı olmayaraq. İstəyir professor olsun, istəyir akademik olsun, bu oxuyanlardan söhbət gedir. İstəyir xalq artisti olsun, istəyir məktəb qutarsın, qutarmasın. Mən muğam müəllimiyəm, yəni muğam ifaçısı və nəzəriyyətçisi. Mənim müəllim Nəriman Əliyev olub, rəhmətlik, İslam Rızayev olub, Şövkət Ələkbər olub, Vahid Abdullayev olub. Ustadlar. Yəni mənim müəllimlərim olub. Yəni mənim diplomumda da onların adı da var, qolu da var. Amma mən bu yolu seçmişəm də, yəni bu janrdır. Bu janrdır da, mahnı janrıdır. Yəni oxuy lazım gələndə götürüm qavalı sənin üçün dəstgah oxuyum, muğam oxuyum. Yəni mən bunu keçmişəm. Bu yolu, diplomum da var. Amma yəni bu janrı seçmişsiniz. Mən mahnılar, bunu da kimsə yazmalıdır ki, toylarda oxusunlar.